Məkkə sazişi imzalanan sonra Türkiyənin rolu regionda artıb və təsiri artıb. İranda da bunu başa düşürlər və eyni zamanda Türkiyə ona ehtiyac duyurdu ki, rəsmi Tehranla Məkkə sazişinin birbaşa ona yönəlmədiyi barədə məsələləri müzakirə etsin və Türkiyə-İran arasında hazırda aktiv müzakirələr gedir. Yenidən burada əsas məsələ əlbəttə İran mövzusu. Türkiyə çox istəyir ki, müəyyən bir razılaşma əldə olunsun və bu razılaşma uzun müddətli razılaşmaya vəsilə olsun. Amma aydındır ki, yaxın aylarda çox uzun müddət qüvvədə olacaq və bütün regionu sabitləşdirəcək anlaşma əldə etmək mümkün olmayacaq. Bu çox aydındır. Lakin eyni zamanda bu 60 günlük saziş başa çatdıqdan sonra regionda müharibənin başlamaması üçün də Türkiyə çox ciddi çalışır. Əlbəttə, regionda geniş müharibənin başlaması ehtimal azdır. Lakin konfliktlər bir qayda olaraq gözlənilməzlər, zəngindir və bunu heç kim zəmanət verə bilməz. Düşünürəm ki, Türkiyənin hazırda əsas vəzifəsi ondan ibarətdir ki, danışıqlar prosesi başlasın. Çox böyük ehtimalla Tramp administrasiyasında Türkiyədən gözləntisi budur ki, yenidən Pakistan-İslamabad prosesi başlasın. Ola bilsin ki, heç bir razılaşma əldə olunmadı. Ola bilsin yaxın 3 ayda mən gözləyirəm ki, ciddi bir irəliləyiş olmadı və yaxud imzalanan, qeyd etdiyim kimi, nəticə imzalanan sazişlərində çox uzun müddətli olmayacağını düşünürəm. Lakin danışıqlar prosesinin getməsi Tramp üçün doğrudan çox vacibdir. Tramp seçki kampaniyasına gedərkən bu istiqamətdə dinamik olduğunu nümayiş etdirməlidir və Türkiyə bu istiqamətdə kömək edə bilər. Eyni zamanda İran üçün də danışıqlar tempini müəyyən qədər saxlamaq da maraqlıdırlar. Çünki onlar da başa düşürlər ki, bu qarşıdurma, strateji qarşıdurma müəyyən bir razılaşma ilə başa çatmalıdır. İran da geniş müharibədən qaçmağa çalışır, İranın da resursları məhduddur. Lakin hər kəs bu razılaşmanı daha əlverişli şərtlərlə bitirməyə çalışır. Bu baxımdan düşünürəm ki, İranda da müəyyən qədər danışıqlara razılıq verə biləcəklər və bu Türkiyə bu ilkin addımları atdıqdan sonra yəqin ki, yenidən vasitəçilik prosesi Oman və Pakistana keçə bilər. Amma belə deyək, bu ilkin danışıqları aparmaq üçün Türkiyə olduqca vacib faktordur. Çünki burada olduqca vacibdir. İran da başa düşürlər ki, Tramp Türkiyəyə etibar eləyir və eyni zamanda Tramp da başa düşür ki, Türkiyə İranla anlaşsa, ən az danışıqlara başlamağa anlaşsa, bu kifayət qədər möhkəm razılaşma olacaq. Danışıqları başlamaq üçün.